TEDx'da proyektor effektini necə əldə etmək olar? Lightlara keçirik, standart light'ı seçirik və target spot, top görünüşdən çəkirik. Spotumuzu seçirik targetlə bir yerdə və lazımi məsafəyə qaldırırıq. Spotun ayarlarına keçirik. Burada əgər sizdə Corona Shadow dayanmayıbsa, Corona Shadow seçirik ki, əgər Corona ilə işləyirsiz, V-Ray ilə işləyirsinizsə, V-Ray Shadow seçirsiniz. Sonra bizə lazım olan parametr bu iki parametrdir. Advanced Effect, bir də Spotlight parametr. Material editorumuzu açırıq və bizim istədiyimiz şəkili əlavə edirik. Mən bu şəkili seçmişəm. Şəkili Color Correction-dan keçiririk ki, biraz ona tündlüyü qataq, saturasiyanı azaldırıq. Çünki proyektorlarda biraz solğun rənglər olur. Və bu nodu əlavə edirik Advanced Effect bölməsinə. Instance kimi interaktivə baxaq. İşığımız əlavə olunub. Spotlight parametrdə Bitmap Fit seçirik. Bu bizim şəklimizi dəqiq ölçüyə salacaq. Həmən şəkili seçirik və Open. Və Scale-la spotun ölçülərini dəyişərək çərçivəyə salmağa çalışırıq. Spotun gücü çoxdursa, burada Intensity bölməsində multiplier azaldıb ya da çoxalda bilirik. Projector effektimiz hazır. Vizualizasiyalarını daha yüksək səviyyəyə çatdırmaq istəyirsənsə, kanalımıza abunə ol. Yeni dərslərimizi qaçırma.